mərhəmətli və rəhimli Allahın adı ilə əgər şükr etsəniz, sizə olan nemətimi artıraram. Yox, əgər nankorluq etsəniz, bilin ki, mənim əzabım şiddətlidir. Uca Allahın bizə verdiyi nemətlərlə asilik etməyək. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm demişdir, ümmətimdən elə adamlar meydana çıxacaq ki, onlar zina etməyi, ipək geyinməyi, şərab içməyi və musiqi alətlərindən istifadə etməyi halal sayacaqlar. Musiqinin haram olması Quran və sünnə ilə öz təsdiqini tapıb. Musiqi insanları Allah'tan uzaklaştırır. Eyni zamanda insanları zinaya həvəsləndirir. Evlərinizdə, maşınlarınızda musiqi deyil, Quran dinləyin. Uca Allah buyurur, bilin ki, qəlblər ancaq Allah'ı zikr etməklə rahatlıq tapır.